Salam əleykum mənim dəyərli izləyicilərim. Bax gördüyünüz bu evə kirayə verilir. Demək Sulutəpədə dəyirman yolu deyilən bir yer var. Sulutəpə aşağı Sulutəpədən bax belə gəlib. Bax bu yolda asfalt yoldur. Bax görürsüz məhəllə də asfaltdır bax. Bax belə bir yerdə obyektimiz kirayə verilir. Bax iş kommunal xəttlərdə hamısı hazırdır. Kommunallar belə quraşdırılıbdır. Tam istehsal əsasına uyğundur. Bax gördüyünüz kimi burada ofis də var. Yəni ofis kimi qəşəng istifadə eləmək olur da. Göstərim oranı. Tam təmirlidir. Yolusu da var burada. Deməli belə bir 200 kvadratlıq istehsal əsası kirayə verilir. Tam təchiz olunubdur işıq. Və işıqlandırma sistemi də superdir ha. Göstərəcəm içərində. Bura kuxnadır. Kuxna göstü quraşdırılıbdır. Stol, stul, qabiyon maşını. Demək belə bir istehsal əsası kirayə verilir. Baxın işıqlandırma sisteminə baxın. Görün necə təchiz olunubdur hər şeylə. Və hər şey hazırdır. Gəlib bir dənə dikiş sexi, çörək sexi, şirniyyat sexi, nə istəyirsiniz istifadə eləməyə, məsələn, istehsala sahib kimi istifadə eləməyə yararlıdır. Baxın, 200 kvadratdan da çoxdur bəlkə də bura. İndi mən 200 kvadrat bilirəm də. Burada paketləmə də yəqin ki odur. Orada hazır olan paketlər, qarabqalar maşın içəridə arxaya verir. Buradan yüklənir ona. Belə çıxır, sonra çölə buradan. Bax, belə. Yəni istehsal əsasımız kirayə verilir. 2500 manat arendiyası. Tam hər şeyə hazırdır. Bütün baxın görürsünüz təchizatlar hazırdır. İşıqlandırma sistemi yer təmiz görürsünüz ki bərabər döşənilibdir. Hər şey hazırdır. Sulutəpədə dəyirman yolunda yerləşir. Kommunallar da hazırdır. Baxın. Belə bir istehsal kirayə verilir. İstəyən olsa əlaqə saxlasın, gətirək göstərək. Tam hazırdır. İstehsal əsasına da uyğundur. Gözləyirik alıcılarımızı, kirayə eləmə gözləyirik. Kim kirayə götürmək istəsə, əlaqə saxlasın, gətirim göstərin.